Digər 3-4 kitab var. Mən səni o kitablarla tanış eləmək istəyirəm. İlki bax, bu kitabdır. Mars və Venera deyitdədir. Bu John Gray tərəfindən yazılmış bir kitabdır. Amma kişilər Marsdan, qadınlar Veneradan kitabı deyil. Bu kitabı çox vaxt o kitabla qarışdırırlar ki, o da çox qəşəng kitabdır. Amma bu kitab o kitab deyil. Bu kitab münasibətlərə aid olan, kişi-qadın psixologiyası münasibətlər üzərindən izah edən bir kitabdır. Flört haqqında danışır, ciddi münasibətlər haqqında danışır, kommunikasiya haqqında danışır. Yəni sən əgər münasibətlər, sevgi, qarşı tərəfi anlamaq, özünü anlamaq, öz cinsini belə deyim, psixoloji cəhətdən anlamaq istəyirsənsə, bu kitab, yəni bu 3 kitabdan sonra növbəti 4-cü kitabdır ki, tamamilə %100 əmin olaraq tövsiyə eləyə bilirəm. Kitab ingilis dilindədir, ingilislə yazılıb daha doğrusu və çox asan dildə yazılıb. Bundan əlavə 5-ci kitab Dağ Sənsən kitabıdır. Əgər özünü uşaq kimi hiss eləyirsənsə və daha çox yetişkin kimi düşünmək istəyirsənsə, dünya görüşünü artırmaq istəyirsənsə, ümumiyyətlə daha fərqli baxış bucaqlarına sahib olmaq istəyirsənsə, Dağ Sənsən kitabı həmin o kitab sənə kömək eləyəcək. Dağ Sənsən kitabını mən onlayn bir platformada qulaq asmışdım. Yəni fiziki olaraq əldə etdiyim bir kitab olmayıb. Amma bu bəhs elədiyim, tövsiyə elədiyim bütün kitablar kolleksiyasında o kitabın türk variantını yerləşdirmişəm və sonuncu 2 kitab. Bunlar da bilirsən hansılardır? Tetikləyicilər. Bu kitabı burada göstərə bilməyəcəm, çünki yenə də Audible-da qulaq asdığım bir kitab idi. Amma tövsiyə elədiyim bütün kitablar kolleksiyasına yerləşdirmişəm. Oradan keçid eləyib baxa bilərsən deyə düşünürəm. Bu kitab nə üçündür bilirsən? Sən normal həyatını yaşayarkən əslində çox tətiklənirsən. Yəni birinin dediyi söz səni çox tətikləyə bilir, özündən çıxarda bilir, yəni və yaxud da şübhəyə sala bilir və yaxud da çox qəzəbləndirir. Bax, həmin o vəziyyətləri çox ağır bir şəkildə keçirtməyəsən deyə, özünü anlayasan deyə, o vəziyyətləri bir növ idarə eləyə biləsən deyə o kitabı oxuya bilərsən. Özünü anlamaqda çətinlik çəkirsənsə, verdiyin reaksiyalar sənə özünə qəribə gəlirsə, yəni bu çox idi bu verdiyim reaksiya deyirsənsə ya da çox əziyyət çəkirsənsə, emosional olaraq bax, o tetikləyicilər kitabı sənə kömək eləyəcək. Və son kitab. Son kitab mənim üçün çox dəyərlidir. Bax, bu kitabdır. Bu kitabı mən neçənci ildə almışdım? 2017-ci ildə idi deyəsən, Bangkok aeroportunda almışdım, Taylandda. Hətta yadımdadır ki, yəni səhər saatlarını, axşam saatlarını qarışdırmışdım. Axşam saatı 10-da olan uçuşuma səhər 10 bilib getmişdim və o bütün gün aeroportda keçirtmişdim. Bugün belə Bangkok aeroportunu yəqin ki, hər yerini tanıyaram. O qədər gəlmişdim yəni və orada bir kitabçıda almışdım bu kitabı. Çox bəyənmişdim və sənə deyim ki, bu kitabı oxuyandan sonra mənim maddi vəziyyətim bir yerdən çox fərqli başqa bir yerə gəlib. Çünki pulla bağlı o qədər dərinliklərə toxunur, o qədər zehni olaraq o qədər səni fərqli bir yerə daşıyır ki, bu kitab. Çox dəyərli hesab edirəm bu kitabı, çox əzizdir mənə və pul haqqında bir kitab oxuyum, o kitab hansı olsun deyirsənsə, %100 bu kitabı məsləhət görərəm. Maddi olaraq həyatını çox fərqli yerlərə daşımaq istəyirsənsə, bax, bu kitab o kitabdır. Bu kitab sənə kömək eləyəcək. Bax belə, bu kitabları oxu və hardan hara gəldiyini mənə danış. Səndən əslində bu mesajı gözləyəcəm, bilirsən. Çünki çox fərqli bir yerlərə gələ biləcəyinə inanıram. Bugünlük isə bu qədər. Gələn videoda səni gözləyəcəm.